oğlu Mustafayev. Benim oğlum Abdullah Əhmədov, Hacı Əhmədoğlu. Bu iki şəhidin bizi gündə Novruz günü adlı. Biri 1996-cı il təvəllüdüdür. Digəri isə 2002-ci il. Amma doğum günləri ikisində də 13. Allah olan ikisine de Allah'ın simasında sizlerin de ve diğer şehitlerimiz ki var, ne kadar şehitler vermişiz bu yolda, hamısını Allah rəhmət eləsin. Biz dini mənsubiyetimiz İslam dinidir. İslam dininde çok büyük önem verilir, çok büyük değer verilir şehitliğe. Məhəmməd Füzuli kimi bir şəxsiyyət, hansı ki onun əsərləri bu gün də bizim görün ki, professorlarımız, akademiklərimiz oxuyur. O deyir ki, mən neynirəm o dini ki, o dinin şəhadəti yox. Yəni, mən o dinin neynirəm ki, sən tərifləyirsən, o dində şəhadət yox. Allah üçün, yəni canından keçən bir varlıq yox. Bax, bunu deyir. Digər yerlərdə də çox işarələr edir buna. Qur'an-ı Kərimdə deyir, onu heç vaxt ölü deməyin, o Allah yanındadır, diridir. Bunlar əbəs yerə deyilmir. Amma sizlərə bir dənə söz deyim də. İstəyir evladı olan bu iki şəhidin heç birinin baxsının qardaşı yoxdur. Yəni bunlar tək və yeganə evladdılar. Amma burada sizlərə bir dənə söz deyəcəm. İndi bir, iki uşağı olanlar var, üç uşağı olanlar var. Ola bilməz ki, sizlər əziyyət çəkmirsiniz. Yəni, mən onu qəbul edə bilmərəm ki, yəni sizlər rahatlıqla bunu həzm edirsiniz, rahatlıqla yaşayırsınız. Bu ola bilməz. Haradasa sizə də bu toxunmalıdır. Bu sizlər üçün də bir çətin olmalıdır. Amma bizdə qabarıq şəkildə göstərir. Bu da başa düşüləndir. Niyə görə? Çünki ümidlərimiz, hər bir şeyimiz, bütün nizam, tərəzi hamısı pozuldu bir anda. Hamısı pozuldu. Əsəblər də pozuldu. Hər şey getdi əldən. İllərlə o çalışdığın vardı, o nöqtəyə tərəf gəlmişdin ki, az qalıb o yaxşı olmağa, az qalıb o hərəkət, o şeyə çatmağa, amma gəldin görürsən ki, tamam başka şey çıxdı ortalığa. Əzab çəkib oxutdurmuşsunuz. Ondan sonra bax indi görürsünüz, deyəndə də azıqları gəlir. Bu dövlət bir uşaq pulu da vermir. Amma siz onu nə zillətlə böyüdümüsünüz. Bax nə qədər biz görürsünüz, neçə dənə yurt dəyişmişsiniz. Neçə ev dəyişmişsiniz. Nə qədər soyuq yerlərdə qalmışsınız. O odun da yananda sevinirdiniz ki, əlləriniz, bu uşaqlar elə belə asanlıqla əmraziyə gəlib çıxmayıblar. Başınıza dönərəm. Çox əziyyətlərdən, zəhmətlərdən keçmişik. Onu öyrdə, biz necə bunların qədrini bilmişik. Dövlətimiz də, xalqımız da bizim qədrimizi belə bilməlidir. Bizə belə dəyər verməlidir, belə bir qiymət verməlidir. Bəli, vətən çətin gündəydi. Vətənimiz ağır vəziyyətdə, ağır durumdaydı. Onu xilas edə biləcək bir oğul lazımdır, bir qoşun lazımdır, bir dəstə lazımdır. Burada hamı çıxdı bilindi, fərarilər də o birisi də. Hamı çalışır, elə tərifdən başlasın, o tərəfdən axı qoymurlar danışmağa. O tərəfdən danışa bilməzdi zaten. Onlar ancaq özləri də bilirlər ki, xalqa çox ziyan vurub, amma belə şeydə kömək eləməyiblər, yardım eləməyiblər, əl tutmayıblar. Mən bunun ola bilsin hamılıqla demək istəmirəm, kütlənin adına. Amma kifayət qədərdir. Bu Azərbaycan şəhid anaları, ataları, sizin təkcə vətəniniz deyil, bu ümumi hamımızın evidir. Bu evə bir təhlükə dolanda neyniyər? Evin sakinləri qalxar ayağa ki, onu qorusunlar. Elə yazırlar ki, mənim ata-baba torpağımdır, elə mən getməliyəm, mən ölməliyəm, oğlum ölməlidir, o birisi ölməlidir. Amma bizdən 3 rayon, 4 rayon o yana olub, 12 4 yana ona keyf eləməlidir. Bu məntiq deyil, bu məntiq deyil. Bu düşüncə tərzidir. Bax, bu inki bu qəhrəmanlara biz ömrümüzün axırına can borcluyuq. Hərçənd ki, mənim Allahdan başqa kimsəyə borcum yoxdur. Amma yenə də mən özümü onlara borclu bilirəm. Niyə? Ona görə ki, bu
xalqın üzünü ağ eləyiblər. Bu xalqı ayağa qaldırıblar. Dünya miqyasında bunların nüfuzunu, hörmətini ucalaşdırıblar. Ona görə də hər bir kəsin borcudur ki, bunlardan ötəri bax bir nəsə bir iş görsün, bir tədbir keçirdirlər. Bəzən deyir ki, heç ehtiyacımız yoxdur, bəli. Amma baxıb görürük ki, unudulmur, yaşayır, yaşadırlar. Onun təltiflərini verin, mükafatlarını verin, ordenini verin. Ona bir bağça verin. Biz aparıb o bağçanı məktəbi evimizə qoyuruq. Onu aparmırıq ki ora. Elə orada yerində də qalır da, yerində də qalır. Amma haradasa bilirsən ki, bu da bir şeydir ki, bəli, bura gələn uşaqlar bilir ki, bu məktəb kimindir, bu bağça kimindir, o birisi kimindir, bu küçə kimindir, hamısı bunlardır. Ona görə də müəyyən şeylər var. Razılığımız olan tərəf də var, narazı olan tərəfimiz də var. Narazılığımızdan biri də odur ki, bax, burada işlədik ki, bir şey tikilsin, neynəsin, elə ki, ağzımızdan vuruldu. Bax, budur. Gələk bunlara diqqət yetirilsin. Bunlar heç bir də bu sosial sövqü mövzular, bunlar hansısa bir, məsəl üçün, şəhərin, ölkənin ünvanına təxribat xarakterli deyil, eşitməsinlər. Bunlar bir problemlərdir ki, xırdavat şeylərdir. Bunlar kommunal şeylərdir ki, bunlar düzələ bilər. Allah köməyimiz olsun. Amma